Ona görə də kimə baxırsan bu dəqiqə hamısı inkubator kimi hamı eynidir. Deməli 10 manatlıq ustadan sən 50 manatlıq iş gözləmə. Bir də məhəllə bərbəri niyə anatomiya öyrənsin? Önəmli qayçı deyil. Önəmli daraqdır. Sən darağı necə qoysan, qayçı ilə də elə kəsəcəksən. Bu peşə ilə bağlı bu demək olar ki, ya sən bu peşənin adamısan ya deyilsən. Ya sən bərbərsən ya deyilsən. Bu sahə nə qədər gəlirli bir sahədir və burada əgər sir deyilsə, o 10 manatlıq dediyiniz bərbər ay ərzində nə qədər məbləğ qazana bilər? Bizim kişiləri stilistin yanına göndərən onların xanımlarıdır. Qafqaz cəmaəti daha çox afro saçlara meyllidir. Mənim 40 yaşım var, gedirsən 25 yaşında bir bərbərin yanına, hə qardaş otur belə. 40 yaşım var, mən Cəhlə Cavanşirəm. Protez saçlar, yəni saç əkdirmək. Hə, bununla bağlı nə düşünürsən? Bir stilist kimi, bir bərbər kimi? Gəlirlər yanıma, usta, mən deyir saç əkdirsən, tökülə bilər. Bir çox ustalar da fen suyundan istifadə eləmirlər. Badamlı, adı və dadı ilə təbii mineral süfrə suyu. Yükünüz hər zaman daşına bilən olsun. 175 yük daşıma və evakuasiya xidməti. Salam dostlar, hər vaxtınız xeyir olsun. Qara Qırmızı layihəmiz efirdədir. Mən və həmkarım Cəhlə Cavanşir yenidən sizi salamlayırıq. Qonağımız isə stilist İlkin Əhmədoğludur. İlkin və xoş gəlmisiniz. Xoş gəlmisiniz. Bizim Qara Qırmızı layihəsində adətən belə deyək, ədəbiyyat adamları, incəsənət adamları, müğənnilər və yaxud da həkimlər olur, amma biraz dəyişiklik eləmək istədik, sizi dəvət elədik, təşəkkür edirik ki, gəldiniz. Mən təşəkkür edirəm ki, siz çağırdınız, dəvət elədiniz. Bugün istəyirəm biraz da bu sizin sənətiniz barəsində danışaq. Bugün ümumi belə götürəndə Azərbaycan kişilərinin geyimə və yaxud da saç düzümünə olan münasibətləri necədir sizcə? Ümumilik götürəndə, ölkəni götürəndə. Ümumilikdə çalışırlar ki, nəsə eləsinlər, çünki bu dəqiqə bildiyiniz kimi həm bərbərlər də çoxdur. Düz stilist imajmakerlər azdır ölkədə. Bu azlığın içində də biri mənəm. Amma bərbərlər çoxdur. Bərbərlərin də çox olmağı, yəni keyfiyyəti artırmır. Əslində keyfiyyət artmalıdır, çünki rəqabət olmalıdır bir-birlərinin arasında. Amma keyfiyyət artmır. Ona görə də kimə baxırsan bu dəqiqə hamısı inkubator kimi hamı eynidir. Məsələn, bunu hətta bölgələrə də bölmək olar ki, bir bölgə var ki, məsələn, orada bir dəqiqə sosial şəbəkədə hamı deyir ki, məsələn, filan yeri kazarmaya oxşadı, belə bir hamı eynidir. İndi ad çəkməyəcəm. Amma ki, yəni belədir vəziyyət. Yəni bu dəqiqə çox adam axtarır hələ ki, yaxşı usta da axtarır, yaxşı imajmaker də axtarır. Məsələn, tək sənin tutalım saç kəsimindən getmir söhbət, sən getdiyin yerə də uyğun da geyinməlisən də, yəni ona uyğun sənin saçın kəsilməlidir və yaxud da ki, saç düzümün olunmalıdır. Bunları da hamısını eləyən ya bərbərdir, ya da sənin ayrıca bir stilist imajmakerin olmalıdır ki, sən o ilə də bir məsləhətləşəsən. Yeri gəlmişkən mən Türkiyədə olanda mənim saçımı bir bərbər düzəltdi Türkiyədə, Antalyada, Antalya şəhərinin özündə. Onu çox bəyəndim də. O mənə dedi ki, sənin başın belədir, başının forması belədir. Sonra görə buranın belə qırxılmalıdır, oran elə qırxılmalıdır. Mən də dedim ki, axı yox, mən də belə buradan belə eləyir. Dedilər ki, həqiqətən də qırxana qədər biraz da uşaq idi, 18 yaşı var idi. Dedim, yəqin mənim püsküvün vəziyyətə salacaq bu. Özdə şey çəkirdi, vlog çəkirdi, belə çəkə-çəkə. Oxuda gördüm ki, qaşına bir saçı. Ondan sonra mən buradakı bərbərlərin heç birinə, mən stilist yanına getməmişəm də bərbər yanına. Bərbərlərin heç birinin hamısına şəkili verdim ki, mən bu şəkildə düzəldim də. Heç kim onu alındıra bilmir. Yox, mən sizə bir şey deyim də. Tutalım, siz biraz qiymətə qayıdın. Deməli, 10 manatlıq ustadan sən 50 manatlıq iş gözləmə. Çünki onun bildiyi o qədərdir. 10 manatlıqdır. 10 manatlıqdır, ay sağ ol. Onun bildiyi o qədərdir. Yəni sən ondan durub tutalım hansısa bir məşhur müğənnimizin bərbərinin saçının kəsən ustanın məsəl üçün əl işini gözləmə də. Sən maksimum ondan gözləyə bilərsən hansısa bir məhəllə bərbərinin əl işini. Ona görə də cəmaatda məsələn
biraz bu qarışıqlıq yaranır insanlarda ki, mən tutalım 10 manat pul verirəmsə, mən istədiyim bir şeyi o mənə verməlidir. Və yaxud da gedir ona şəkillə gedir ki, sizin kimi də şəkillə gedir ki, mənə belə elə. Əvvəllər məsələn kataloqlar var idi bərbərxanalarda. Hansı ki gedirdim, təbii ki, yəni normal bu uzunluqda olan saçlardan gedir söhbət ki, müştəri misal üçün əgər normal uzunluqda saçı varsa gedir kataloqa baxır, usta dedi ki, mənim saçım belə kəs. O da ona hardasa bir 70-80% oxşadırdı. İndi hamı Google-la gəlir adamın üstünə ki, mənim saçımı belə kəs. Belə baxanda o da kataloqdur. Çünki sən kataloqla istəyirsən. Hə. Kataloqla istəyirsənsə bunun fərqli qiyməti var. Çünki sənin başına uyğun olmayan bir saç düzümünü istəyirsən sən məndən. Yox, sənin başına uyğun saç düzümünü istəyirsənsə bunun qiyməti budur, amma o da az deyil. Çünki anatomiyaya uyğun saç kəsimi mütləq olmalıdır. Bunu məsələn əvvəllər indi bir çoxları Sovet vaxtı belə idi, Sovet vaxtı daha yaxşı idi kəlməsini deyən insanları da bəyənmirəm. Bəyənmirlər daha doğrusu. Halbuki mən özüm də o insanlardanam ki, Sovet vaxtının bir çox şeylərini bəyənən insanlardır. Sovet vaxtında məsələn ustaları öyrədirdilər. Anatomiyanı öyrədirdilər. İnsanın dərisinin rənginə kimi saçı kraskalayanda məsələn onun insanın öz dərisi nə rəngdədirsə, məsələn qırmızı, sarı və yaxud da ki açıq qırmızı, tünd, şabalıdır. Olur da indi insanlar fərqli olduğu kimi rəngləri də fərqlidir. Ona uyğun da insanın saçını rəngləmək üçün onu öyrədirdilər, bilgi verirdilər ona. İndi o yoxdur. İndicə adicə anatomiya indi axır bu hardasa bir 2 ildir, 3 ildir, 4 ildir belə başlayıb Bakıda yavaş-yavaş. Bir də məhəllə bərbəri niyə anatomiya öyrənsin də? Yəni qoyduğu Bakıya bankı düzəltdi, çıxdı getdi də, yəni 5 manatını aldı, 10 manatını aldı, yəni. Bilsən, bax, bir şey var da, məsələn, məhəllə bərbəri niyə öyrənməsin axı onu? O onu öyrənməlidir, çünki o öz üzərində inkişaf eləməlidir. O özünü təkmilləşdirməlidir. Məsələn, adicə müəllimi götürək. Yəni ideal olmalıdır ki, öyrənsin. O da artıq bərber olmayacaq, o da stilist. Adicə müəllimi götürək, Müəllim misal üçün tutalım, biologiyada hansısa bir dərəcəyə qədər bilə bilər. Sabah bir gün misal üçün ona elə bir, məsələn, xaricdə oxuyub gələn bir tələbə ona belə elə bir sual verə bilər ki, o məsələn onu bilməyəcək. Çünki o onun bildiyi qədər ora qədərdir. Bizim bərbərlər də elədir məsələn. Əksəriyyəti hamısını demirəm. Əsasən qayçı tutmağı bacarırlar. Sonra qayçı tutmağı da bacarmırlar, söhbət ondadır. Qayçını tutmaq təri də var. Qayçının tutma təri var, darağın tutma təri var. Sən darağı necə tutmalısan? Daraq əlvin içində harda oturmalıdır? Bilirsən, bunların hamısı şərtlərdir. Bunda çox adam bilmir. Elə darağı götürüb başlayıb saç kəsməyə ki. Bir də köhnə bərbərlər var, ülgüclə üz qırxan bərbərlər. İndi yoxdur ki onlar. İndi mən heç yanda görmürəm. Yoxdur. Mənim özüm də kəsmirəm ülgüclə. Niyə? Çünki istəmirəm, vaxtım gedir ona. Əziyyətli işdir ona görə. Əziyyət deyil, vaxtım gedir ona. Mən atamdan öyrənəndə, mən məsələn Allah Nəvzə rəhmət eləsin, mən atamdan öyrənmişəm bu sənəti. O mənə hər şeyi öyrədib, sıfırdan öyrədib. Mənim atam yəni Bakıda o vaxt bir nömrəli ustalardan biri idi. Demək olar ki, bir çox insanlar onun yanına gediblər, saçını kəsiblər. Nəysə, bu başqa məsələdir. O mənə məsələn öyrədəndə demişdi ki, İlkin, cəmaət mənə pul verdi bunu öyrənir. Sən pulsuz öyrənirsən, sən çalış məndən daha çox şey oğurla. Öyrən yox ha, oğurla. Öyrənməyi mən sənə öyrədirəm onsuz da. Amma sən çalış başqa şeyləri də oğurla. Gör mən məsəl üçün maşınkanı necə tuturam, darağı necə istifadə edirəm, qayçını necə qırxıram qayçı ilə. Məsələn, o mənə deyildi ki, həmişə əsas önəmli qayçı deyil. Önəmli daraqdır. Sən darağı necə qoyursan, qayçı ilə də elə kəsəcəksən. Prosesi əsas idarə edən daraqdır. Qayçı sadəcə icra orqanıdır. Kəsdir. Qayçıdan heç söz düşmüşkən o qayçı o gün gördüm internetdə deyir filan kəs deyir mənim saçımın 2000 manatlıq qayçı ilə qırxıram bir və bu qayçının qiymətinin baha olmağı İlkin o şeylərə çox diqqət edirəm. Nəsə dəyişirmi? Məsələn daha belə şey sadəcə vaxtını biraz azaldır. Yəni kəsimdə vaxtı azaldır. Üstəgəl də ki qayçının bahalı olmağı əslində onun daha keyfiyyətli olmağına dəlalət edir. Bəli. Sən məsələn kəsimdə tükün kəsim trayektoriyası var ki, hansı ki sən onu tutalım kəsirsən, sən onu gözlə görməsən də, amma mikroskopun altında sən onu görə bilərsən ki, düz deyir, indi kəsən kimi qaçmayacaqsan sən mikroskopun altına ki, baxım görüm tük nəyə gəzilir burada. Amma tük uzanandan sonra sən o effekti görürsən. Məsələn, yaxşı kəsilən qayçı ilə pis kəsilən və yaxud da ki, küt qayçı ilə kəsilən saçın arasında çox böyük fərq var. Saç uzananda o artıq başlayır, rusların bir sözü var,
Sikuchi volası. Yəni tük başlayır qırılmağa. Bizdə ona deyirlər Tiftiklənmək deyirlər də deyirsən. nəsə elə bir şeydir, hə. Saçqıran. Saçqıran əmələ gəlməyə başlayır saçda və saç uzandıqca o saçqıranların həcmi çoxalır, böyüyür. Nəticədə sənin saçın palmaya oxşuyur, başın. Biri buradan çıxır, biri buradan çıxır. Bu kəsimlə bağlıdır. Bu qayçının Keyfiyyəti. keyfiyyəti ilə bağlıdır. Yəni qayçı nə qədər keyfiyyətsizdirsə, o qədər sənə belə nəticə verir. Amma qayçı keyfiyyətlidirsə, sən artıq saçın necə kəsilirsə, 2 aydan sonra, 3 aydan sonra, əgər düzgün kəsilirsə, düzgün usta tərəfindən kəsilirsə, 2-3 aydan sonra da o forma sənin başında qalır. Yəni azdırsa, çoxalanda da eyni formada qalır. Yəni biri oradan, biri buradan. Biri oradan, biri buradan çıxmır. Qayçıdaraqla işləyən bərbərlərin də sayı azalıb. Son dövrlərdə daha çox maşinkaya üstünlük verirlər belə. O mənim ən yaralı yerlərimdən biridir. Çünki bu dəqiqə bərbərlərin içində var ki, hansı ki tutalım sosial şəbəkələrdə bunlar başlayırlar canlı açmağa və göstərirlər ki, misal üçün bu saçın buradan kəsmək lazımdır, bunu buradan kəsmək lazımdır tutalım da. Və yaxud da ki, saçı belə kəssən belə olar, belə kəssən belə olar. O, bunu sadəcə YouTube-dan oxuyub, baxıb, öyrənib, başa düşdün. Təcrübədən deyil. Sadəcə bunun nəzəriyyəsi var. Yəni, nəzəriyyədə üstdəndir. Tam dərindən nəzəriyyə deyil də bunda. Bizdə biraz cəmaat İnformasiya şəklində. İnformasiya şəklində. Bizdə məsələn cəmaat daha çox informasiya xarakterli hər şey yanaşır ki, hə mən misal üçün bu şüşədən informasiyam olsun, bəsdir. Yəni mən onun dərinliyinə getməyim də. Mənim nəyimə lazımdır? Çünki mənim bundan çörəyim gəlmir, suyum keçmir, başa düşdün. Bu ustalar da elədir. Ustalar deyirlər ki, mən məsələn bunu bileyim, bu mənə bəsdir. Sabah bir gün usta tələbə götürür öz yanına, həmin o səthi bildiyi şeyi də ona öyrədir, ona ötürür. O tələbəsi də onu öyrənir. Sabah bir gün o da çıxır, məsələn canlı zada çıxır, başlayır cəmaata ağıl vermir ki, mən filan şey belə olmalıdır, filan şey belə olmalıdır. 2 dənə sual verirsən ona, qalır belə, cavab verə bilmir. Nə oldu, bəs sən bunu bilildin? Cavab ver də. Bu bilgisizlik nə ilə bağlıdır? Bayaq dediyim kimi, bu Sovet dövründə bərbərlik kursları var idi, peşə məktəblərində öyrədilirdi. Bir də dədə-babadan bizdə həm də usta yanında dayanmaq deyə bir şey də var. İndi bu şey qırılır, ənənə qırılır, yoxsa indi elə kim gəldi, necə gəldi öyrəndiyinə görə bu belə qarşılığı yaranır? Ənənə qırılmayıb. Bax, Rusiyanın özündə adicə bizim peşəyə uyğun kolleclər var, liseylər var. Universitetin özündə belə dəstəklənən bir kafedra var. Amma bizdə bu yoxdur. Bizdə bu olmadığı üçün cəmaət qalıb pərakəndə şəklində. Yəni o onun yanında öyrənir, bu bunun yanında öyrənir. Usta yanında dayanır. Usta yanında dayanmaqla da sən yəni hər şeyi yaxşı götürə bilmərsən də. Yəni sən əgər ustasansa, sən həm də yəni mənim atam həm də müəllim olub. Mənim atam 3 il işlə müəllim idi. Peşə məktəbində. Peşə üzrə, hə. Yəni onun mənə çatdırdığı şeylər daha doğru idi. Çünki həm də pedaqoqdur axı. Həm də pedaqoqdur, ay sağ ol. İndikilərin heç biri pedaqoq deyil axı. İndikilərin məsələn çoxsu, tutalım, sən öz işini, bir aparıcılıq işini çox mükəmməl səviyyədə bilə bilərsən. Amma sənin ötürmə qabiliyyətin olmaz axı. Çünki sən pedaqoji təcrübən yoxdur, pedaqoji təhsilin yoxdur. Sən bilmirsən bu auditoriya ilə işləmək necə lazımdır. Auditoriya nə istəyir səndən, onu sən bilmirsən. Bərbərlik də elədir, hər bir şey elədir. Ümumiyyətcə adicə bizdə motoristin yanında 5 gün dayanırlar, sonra başlayırlar motorist kimi işləməyə. Hə, bu deyil axı qardaşım. Yəni sabah peşə neçə yaşından öyrənilməlidir bərbərlik məsələn konkret? Onun yaşı yoxdur. Məsələn 40 yaşına gedib bərbər ola bilərsən. Ola bilərsən, bəli. Ola bilərsən. Sənin əgər yaxşı qavrama qabiliyyətin varsa, sən özünü bilsən insanda ego olmamalıdır. Biz niyə deyirik, misal üçün, hansı yaşda gedib öyrənə bilərsən, hansı yaşda bunu eləmək olar, ən maksimal yaş hansı yaşdır? Fərqi yoxdur, sənin egon olmamalıdır. Sənin egon yoxdursa... Məsələn, elə sənətlər var ki, məsələn,
musiqidə bəzi çalğı alətləri var ki, müəyyən yaş həddinə qədər öyrənə bilirsən onu. Hansıdır o çalğı aləti? Yəni məsələn tar 40 yaşdan sonra deyir tar çalmağı öyrənmək deyir qeyri-mümkün. Niyə ki? Bilmirəm, yəni onun səbəbi musiqiçilər daha yaxşı icra eləyə o böyük bilər. ihtimalle İcra eləyə bilər. belki Məsələn, Mən həm də musiqiçiyəm, qısaca deyim sənə. doğrudan, Hə, amma yəni, ona həqiqətən görə deyil. Məsələn, maraqlı gəldi. mən gitar aldım və öyrənməyə cəhd edirəm hazırda və onu niyə görə mən tar almaq istəyirdim? Tara daha çox meylim var idi. O dedilər ki, 40 yaşdan sonra tar öyrənmək qeyri-mümkündür. Ondan sonra gitar al. Gitar asandır çünki. Fərqi nədir ki, isimli alətdə odur. Bilmirəm, yəni fərqini onu bilmirəm, amma yəni belə bir şey, yəni yəqin musiqi duyumun dəyişirmi ya qulaq məsələsi var orada, bəlkə tarın telləri daha çoxdur. Qulaq məsələsi elə şeydir ki, o ilə ya doğulursan, ya doğulmursan. Yəni suluxu sən sonradan əldə edə bilmirsən. Heç bir məşqlə sonra əldə edə bilməzsən. Ya var ya yox. Ya var ya Yəni yoxdur. musiqi duyumu, Musiqi duyumu anadan gəlmə mütləqdir. Peşə ilə bağlı bunu demək olar ki, ya sən bu peşənin adamısan ya deyilsən. Məsələn, ya sən bərbərsən ya deyilsən. Belə ola bilər? Bərbər hər Yox. kəs ola bilərmi? Hər kəs ola bilər, bəli. Yəni öyrənmək mümkündür. Mümkündür. Yetər ki, Yaşı sənin istəyin yoxdur, olsun. məhdudiyyəti yoxdur. Məhdudiyyəti yoxdur. Sənin istəyin olmalıdır. Yəni sənin əgər istəyin varsa hansısa bir peşəyə, tamam, sənin qabağına məqsəd qoymusan ki, mən səhər tezdən 7-də gelib çörək alacağam. Sən onu eləyirsən də, səhər tezdən durursan, gəlsən çörəyi alıb gəlsən evə. Bu da eyni şeydir bu da. Qabağına bir məqsəd qoymalısan ki, mən məsələn bunu öyrənəcəm. Hansı müddətə 6 aya tutalım, 1 ilə. Lap yaxşı 2 ilə. Bərbərlik ən yaxşı halda nə vaxtda öyrənilir? 6 aya deyirsə öyrənilir. Ən yaxşı halda atam məsələn Ən tez öyrədirdi belə deyək. 8 aya, 6 aya. Mən həmin o prosesi 2 ilə öyrəndim. Çünki Daha dərindən öyrən. yox, Rahat olmuş. mən arada saç qavatlıq eləyirdim. Hə, tamam. Qaçırdım, gedirdim. Çünki mən öyrənədən 13 yaşım var idi hardasa belə. Qaçırdım, o vaxtı Sega var idi, PlayStation sonra tezə çıxmışdı. Qaçırdım, papadan deyirdim ki, baba mənə 2 manat, 1 Məmməd, 2 Məmməd ver. Alırdım pulu, qaçırdım PlayStation-a. Hə, gedirdim, bir görüm qapını açıb. İlkin, baxırdım, hə, gələm bu. Deyir, hə, cəmaət mənə pul verir, bunu öyrənirlər məndən. Mən deyir, sənə pulsuz öyrədim. Sən deyir, indi deyir, öyrən sonra deyir, mənə deyir, rəhmət oxuyacaq. İlkin bir bərbərin belə deyək də, Azərbaycanda işsizlikdən şikayət eləyənlərin sayı da çoxdur. Məsələn, bərbərlik 5-6 ay ərzində öyrənilib və işə başlamalı olan bir şeydir və bildiyimə görə bərbərlərə xüsusi gəlir vergisi də yoxdur. Bir dəfəlik vergi var da, aylıq bir vergi var, nə bilim 90-100 manat civarında belə bir şeydir. 120 manat. Hə, 120 manat civarında bir dəfəlik vergidir. Bu sahə nə qədər gəlirli bir sahədir və burada əgər sir deyilsə, lap 10 manatlıq dediyiniz bərbər ay ərzində nə qədər məbləğ qazana bilər? 3000. Bir bərbər 10 manatlıq bərbər. 10 manatlıq bərbər. Ay ərzində 3000. 3000 qazana bilər. Gündə 10 dənə baş qıqsa, gündə 100 manat pul edir. Onu da vursan aya 3000. Bu xadmoysuz işləsən. Tətilsiz, yəni dincəlmədən işləsən. Ən yaxşı halda 3000 qazana bilərdi, amma xadnoya çıxsan, vergisini çıxsan, nə bilim digər xərclərə Vergisini çıxsan, bu xadmoyun çıxsan, suyunu, muyunu. Bilirsən, çox adam deyir ki, bərbər xərcsizdir. Ona görə də orada məsələn elə bilirlər ki, xərc qoymursan, heç nə almırsan, amma bunun maşınkası var, bunun maşınkasının dişinin yağı var, bunun qayçısı xarab ola bilər, bunun maşınkasının dişi xarab ola bilər. Misal üçün nasatka da düşdü yerə sındı. Darağı var. Darağı var, fen patlaya bilər, fen yana bilər, fen almalısan, nə bilim. Ayt kolonu var. Yatırım eləyirsən, tutalım. Onda o 3000 qazanc deyil də. 3000 qazanc deyil də. Özünə qalan hardasa 2000 deyək, 2000 manat. Yox, 2000-dən də çoxdur. Çoxdur. Ortalamasını ortalama. Əgər düzdür, sən bu dediklərimi hamısını sən hər ay almırsan. Yəni sən bir şeyi alırsan, tutalım. Sən onu 2 ay, 3 ay, 4 ay, 5 ay, 6 ayda istifadə edə bilərsən. Hə, təbii. Yəni məcbur deyilsən sən hər şeyi hər ay alasan. Amma belə şeylər də var ki, tutalım sən onu hər ay almaq məcburiyyətindəsən. Amma sənə deyim, o balaca bir şeydir. Yəni o böyük bir rasxodlu bir şey deyil. Amma hə, hardasa bir bərbərin bəs bir gündə 10 nəfərə xidmət etməsi bu sizcə normal bir şeydir? Yəni işin keyfiyyəti azaltmırmı? Yox, nə ki? Bir adamı yarım saat bəs eləyir. 5 saat fasiləsiz işləməlidir də bu.
Fasiləsiz. 5 saat fasiləsiz, ofisiant 15 saat fasiləsiz işləyir. Səhərdən axşama kimi ayaq üstədir yetim. Və stilist nə qədər qazanır yaxşı onu deyək. Mən bilirdim o sahə gedəcək. Baxır stilistə də. Baxır stilistə. Adam var 5000, adam var 10000, adam var 15000. Kimlə işləməyinə bağlı biraz. Adamına baxır. Yox, kimlə işləməyinə bağlı deyil, yox. Yəni sizdə stabil bir qiymət yoxdur. Belə sizdə dalğalanır da. Adamına görə qalxıb qan alırsınız yoxsa? Yox. Məsələn, müəyyən şeylər var, müəyyən şərtlər var ki, standartlar var ki, məsəl üçün mən deyirəm ki, hə mən sənin məsəl üçün həm image makerin stilistin olacağamsa, məsələn, bunun aylıq şeyi budur. Məsələn, ancaq saçı gəlib kəsdirəcəksənsə, ayda neçə dəfə gəlib kəsdirəcəksən, tutalım. Bu mənim yanıma gəlməyinin içində nələr olacaq? Tutalım, saç düzümü, saqqal, saç kəsmi filan, bunlar hamısı olacaqsa, ayda neçə dəfə gələcəksənsə, bunları ayrılıq. Tutalım, ortaq bir məxrəcə gəlib, buna bir qiymət deyil. Aylıq ödənişlər alırsınız siz. Ya aylıq ödəniş alıram və yaxud da ki, aylıq olmayanda hər gələndə belə alıram. Yəni, insan istəyinə uyğun. Bizdə bu sahəyə tələbat necədir? Məsələn, kişilər stilistlə işləməyi sevirlər, yoxsa məcburiyyətdən mütləq bərbərə getməliyəm, gedim elə ilkinin yanına ən yaxşısı budur kimi gəlirlər. Və belə xüsusi zövqlü kişilər varmı ki, belə özünə baxan kişilər? Bizim kişiləri stilistin yanına göndərən onların xanımlarıdır. İlahi qüvvələr. İlahi qüvvələr. Hə, onların xanımlarıdır. Kişilərimizə qalanda, kişilər ümumiyyətcə gedib belə 5 manatlıq yerdə də başlarını yıxdırarlar. Yəni, bu maddiyyatla bağlı məsələ deyil. Deyil, xeyr. Hə, amma xanımları təbii ki, yanında yaraşıqlı bir bəy görmək istəyirlər də. Yəni, sən tutalım, belə kişilər də məsələn o fikirdədirlər, mən belə fikirləşirəm ki, yəni sən öz xanımını daha mükəmməl eləyə bilərsən, nəinki gedib hazır bir mükəmməl bir kəslə yan-yana gəzəsən və yaxud da ki, onu öz həyatına salasan. Mənim məsələn yanımda xanımım varsa, mən belə fikirləşirəm, mən onu daha da mükəmməlləşdirərəm. Göndərərəm onu gözəllik salonlarına, nə bilim, onu salyariyə göndərərəm onu arıqlatma mərkəzlərinə. Qarnında artıq piyləri varsa, onu aradan qaldırarıq. Nə bilim, budları biraz daha həcmlidirsə, onu biraz azaldırarıq. Yəni, mən yanımdakı insana yatırım eləyərəm. Yəni, mən belə fikirləşirəm. Baxımlı olması üçün. Hə, baxımlı olması üçün. Qadınlar da o cür fikirləşirlər. Yəni, təbii ki, bizdə biraz mental düşüncə daha çoxdur ki, yəni, durum mən cavan bəylə münasibət qurum filan. O cavan bəylə münasibət qurmaq istəməz təbii ki. Çünki bunun həm mental tərəfi var, həm bu heç bir məntiqə sığmır. Yəni, yanında sənin bəy varsa, sən niyə gedib cavan kəsən? Ona görə bu yanındakı zamanlaşdırmağı. Hə, yanındakı insanı göndərib stilistin, image makerin yanına. O onun vida fasona salır, həm saçını rəngləyir, həm saqqalını düzəldir, həm onu akuratla eləyir. Olur səliqəli kişi. Kostyum geyinirsə, kostyumuna nəzarət yetirir. Misal üçün, nə geyinsin, nə olsun, hansı rəylərdən istifadə eləsin. O da yenə də insanın öz dərisinə uyğun olmalıdır. Yəni, sənin geyindiyin kostyumla, başqa ilə, köynək, nə bilim, adicə taxtığın sadə kimi sənin gözünün rənginə, dərinin rənginə uyğun olmalıdır. Uyğun deyilsə, o səndə kontrast yaradır. Narahatlıq yaradır. Yəni. Mənə maraqlıdır. Bu saqqal son 10 ilin təbii kimi gəlir mənə. Hardasa, hə. O həddindən artıq çoxalır da. Yaraşan, yaraşmayan. Belə estetik, qeyri-estetik. Bu hansı dalğanın nəticəsi? Dünyada deyəsən belə təxminən. Deməzdim. Seriallardan, televizorlardan. Deməzdim. Bizə hamısı Türkiyənin çəkdiyi seriallardan filan gəldi. O da ki, bilmirəm deyə gəldi. Stilist kimi, bir bərbər kimi, səncə kişiyə saqqal daha xarizma yaraşığı verir, yoxsa səliqəli, təraşlı olmaq? Mən üçün fərqi yoxdur. Yox, peşə olaraq... Yox, ona görə demirəm. Bir sən niyə deyirəm? Niyə fərqi yoxdur? Çünki əgər sənə məsəl üçün yaraşırsa, sən o saqqalı saxlamalısan da. Yəni, əgər yaraşmırsa, qıx getsin. Olur, müştərilərə deyirsən ki, qardaşım, sənə yaraşmırsa. O qədər. O qədər, hə, razılaşırlar. Çünki bilirlər kimi yanına gəlir. Əksəriyyət, məsələn, baxıram ki, bu, məsələn, bərbərlər də bu saqqal saxlamaq
furyasının, bu dalğanın başlaması bərbərləri biraz da tənbəlləşdirən kimi elədi. Yəni, məsələn, əvvəl bərbər canla, başla belə sabunu köpürdə üz qırxardı, təlaş edərdi. İndi məsələn, baxırsan ki, sən özün dedin ki, mən artıq bir istifadə edəmirəm, vaxt itkisidir falandır. Yəni, bu bir estetik də şey, bərbərlə getdim şeyi yaratmışlar. Bax, özü kəsin, bir sən niyə vaxt itkisidir? Sən məsələn, ülgüclə 20 dəqiqəyə qırxdığın üzü, mən 5 dəqiqə qırxıram maşınka ilə. Amma Başa düşdün? o şeyi O effekti də mən sənə verirəm. İndi Allah'a şükür şeyverlər var, maşınkalar. Hansı ki, o el arasında setkalı maşınka deyirlər də. Maşınka ilə, nolyovka maşınka ilə üzün qırxdın, şeyverlə qırxdın, oldu deyə belə. Tərtəmiz. Tərtəmiz. Mən məsələn o ilə qırxıram üzümü, tərtəmiz də eləyirəm. Yəni, sənə nə lazımdır? Üzün təmiz olsun. Qutardı getdi də. Yarım saat dərinə zədələyir də. Yarım saat kəsmə ehtimalı var orada daha çox. Yəni zəy sürtürdülər. Hə, o indi də zəy var. İndi də zəy var. Daşlar var bu boyda, yaxın sifətinə. Nə vacibdir? Tibbi baxımdan hansı daha faydalıdır? Güclər yoxsa? Tibbi baxımdan əlbəttə maşınka. Doğrudan. Hə. Ciletlər bəs? Məsələn, mən cilet buluçla qırxam və sən reklam olmasın. Qırx, mən bir söz demirəm. Gücə reklam oldu. Qırx, mən bir söz demirəm. Amma onun kəsmə ehtimalı var axı. Cilet buluç. Nə qədər də, yəni sən o professional olsa da, sən tutalım, o sənin tutalım üzündə xal varsa, xala ilişsə kəsəcək. Düzdürmü? Düzdür. Və yaxud da ki, üzündə bir sızanaq varsa, ruslar preşik deyirlər ona, kıstaycı. Kəsildi. Kəsir. O qan apardı səni. Sənin də yarım saatdan sonra bir tədbirin var, çıxmalısan. Və yaxud da ki, sənin çəkilişin var yarım saatdan sonra. Hə, necəsən? O baxımdan. Bu saçın növləri olur da. Məsələn, məndə quru saçdır, yağlı saçlar var, nə bilim, yağlı saçı yoxdur. Saç yağlanırsa, o bədəndə vitamin D və B2 vitamininin çatışmamazlığına gəlir. Bəli. Yəni də saçın forma belə deyək, formasına görə, növünə görə hər hansı bir saç kəsimi şey varmı, taktikası varmı ki, bunun saçı qıvrımdır, məsələn, qıvırcıq saçdır, bunun saçı düzdür, bunun saçı iynə durur, biz durur. Onların kəsmə forması olsun. Forması var mı? Kəsmə forması bildir. Kəsmə forması bildir. Bir dənə kəsmə forması var. Yəni sən onu əgər standart qaydada kəssən, sənin saçın hansı bir materialda olur olsun, ya qıvrım olsun, ya düz olsun, ya biz olsun. Bunlar əslində, yəni bizim dildə elədik, qıvrım filan, o əslində afro saçlardır. Bizdə məsələn, Qafqaz cəmaatı daha çox afro saçlara meyillidir. Çünki çoxsunun saçı qıvrımdır. Məsələn, xalqın demək olar ki, tam yarısına qədəri afrodur. Qıvrımdır hamıdır. Ya dalğavaridir, ya qıvrımdır, ya çox qıvrımdır. İstəyirəm trendlərə şey deyim. Mənim tez-tez TikTokda qabağıma çıxırdı bir dəfə. Baxmıram o şeylərə. Qardaşım hardan gəlmisənlə başlayan bir trendlər var idi. Hə. Trenddə olan ustalar var, o TikTokda olan, Instagramda olan. Bugün Bakıda, paytaxtda vəziyyət nə yerdədir bu saç ustalarının? Trendlər, trenddə olan ustalar. Bunlarla bağlı sən nə düşünürsən? Sən niyə bu şeyləri eləmirsən? Məsələn, niyə kimsə qabağı o qədər şapalaqlayır eləmirsən? Saçına biraz o şeydən yaxıb, köpükdən yaxıb. Bir suala var ya. Yəni, niyə buna ehtiyac duymuyorsun? Mən niyə eləyim axı onu? Mənim ona niyə ehtiyacım var? Mən yəni, bilsən, onu eləyən eləsin, Allah canını sağ eləsin. Dostumuzdur, öpürəm buradan onu. Amma ki, mən ona qeyri-ciddi, qeyri-professional yanaşıram. Nə populyarlaşmaq üçün edir də? Populyarlaşmaq üçün edir. Populyarlığın daha başqa yolları var. Məcbur deyilsən ki, sən də mən də onu eləyim, başa düşdün? Yəni, mən onu eləsəydim, təbii ki, sən məni çağırmazdın. Yəni, mən ona bir növ bilsən necə, bambıllıq kimi baxıram. Yəni, insan... Effektiv deyil də o cür. Effektivdir, niyə? Effektivdir. Reklam olaraq effektiv. Reklam olaraq effektivdir. Yəni, o şeyi görən adamlar yana gedirlər də. Mən sənə bir şey deyim. Hər insanın yanına, bu fərqi yoxdur. İstər bərbər olsun, istər başqa bir sahənin insanı olsun, onun yanına onun səviyyəsində olan insanlar gəlir. Bu adnaznaçna belədir. Yəni, bir akademik insan, tutalım, burada demək olar ki, üçümüz akademik insanıq. Bir akademik insan gedib hansısa yüngül xarakterli bir insanın
hansısa bir xidmətindən istifadə eləməz. Eləmirik də. Deməli, Buna ehtiyac yoxdur. buna ehtiyac yoxdur. Amma bunlar var da, yəni çoxdular. Bunlarla bağlı Hədsiz çoxdular. məsələn gənclərə yaxşı örnək deyil. Mən elə düşünürəm ki, məsələn də yeni başlayan bərbərlər görürsən ki, Gənclər elə bilirlər ki, bu dəqiqə məsələn tərəfdə olan ustalar, yəni bu yönümdən olan ustalar, bunlar yaxşıdırlar, bunlar bəyənilirlər, bunlar gələcəyə hansısa bir mesajı ötürə bilərlər, gələcək üçün, gələcək gənclər üçün. Və bunlar hansısa bir gələcəkdə hansısa bir industriyanı qaldıra bilərlər və yaxud da ki, hansısa bir industriyaya öz töhfələrini verə bilərlər. Amma bu çox yanlış bir fikirdir. Çünki məsələn, bir insan tutalım, Sovetin vaxtında poluboks deyirdilər də buna. Poluboksdan başqa bir başqa saç növü, saç stili, saç kəsimi bacarmırsa, sən bu industriyaya qoya biləcəyi şeyi gözləmə də, yəni hansısa bir töhfəsini gözləmə. Çünki bu insan ancaq onu bilir. Bu insan öz üzərində işləmir. Bu dəqiqə sən məşhursan, tamam, Allah bərəkət və artıq eləsin. Yəni heç kim sənə heç nə demir. Heç mən demərəm, yəni bacarır, eləyir bu cür. özü bilən məsləhət. Özü bilən məsləhətdir. Allahı bilər, özü bilər. Yəni mən ona heç bir söz deyə bilmərəm. Amma insan gərək öz üzərində nəsə bir iş görsün, nəsə oxusun, açsın, oxusun. Yəni o demək deyil ki, mən bərbərəm, mən kitab oxumayım. Yəni nə olsun, mən də bərbərəm. Bu arada mən sənin çox kitab oxuduğunu müşahidə edirəm. Hə, var elə şey. Şəbəkələrdən görürəm. Tez-tez paylaşımlar edirsən. Hətta bir book blogger funksiyasını kitablar şərhdə yazırsan. Hə, biraz. Mənə əslində maraqlı gələn, bizim tanış olma səbəblərindən biri sənin intellektindir. Sən yəni sıradan belə bərbər deyilsən, sən həm də intellektli bir insansan. Ünsiyyət qurduğun və xidmət elədiyin insanlara da baxıram ki, hamısı ağıllı, başqa ciddi adamlardır. Çox yaxşıdır və düz bütün bərbərlərdən biz bunu tələb edə bilmərik ki, hamı mütləq kitab oxusun falan. Adam var ki, oxumaz və sən inandıra bilməzsən. Amma bir məsələn, xidmət sektorunda olan insanların intellektli, düşüncəli və dünya görüşdə olması böyük şansdır. Çox böyük şansdır. Çünki, məsələn, mən deyək ki, sənin xidmətindən istifadə etmək üçün müraciət edirəm, bir yarım saatlıq dəqiqə sənin yanında vaxt keçirirəm. Bir var, biz heç bir ünsiyyət qura bilməyək, bir də var səndən dolu-dolu söhbət eləmək və vaxtın necə keçdiyini bilmirəm. Bu çox yaxşıdır. Bu baxımdan, yəni bugün burada olmaq səbəblərindən biri həm də odur ki, sən həm də intellekt olaraq da digərlərindən çox üstünsən. Amma bərbərlər həm də rayon bərbərləri, yəni biz çox vaxt gedən onlar yaxşı lətifələr də bilirlər. Sizdə necədir o lətifələrdən biri danışırsınız pasiya? İndi bildim Cəllə kitablardan danışmırsınız. Cəllə kitab adamıdır da. Amma sizin yanınıza gələn hamısı Cəlil deyil də. Yəni sizin yanınıza gəlib ümumiyyətlə ədəbiyyatdan anlamayan adamlar var, kitabdan anlamayan. Onlarla nə danışırsınız? Yəni o gülməli lətifələrdən bir Azərbaycanlı Rus-İngilis məsələsi var, erməni. Onu siz də danışırsınız. Yox, mənim lətifə ilə çox belə elə də aram yoxdur. Daha çox mən məsələn insanın işlədiyi işə görə, onun yəni mühitinə görə söhbət aparıram. Mən yəni istənilən bir söhbətə ayaq uydura bilirəm, hə. Ona görə lətifə nə bilim, adam var danışır, gülürük, vaxtımız keçir. Adam da var, mən məsələn lətifə danışa bilmirəm. Lətifə danışmaq xüsusi istedad. Xüsusi istedad da. Mən danışmayan bərbər görməmişəm. Saçımın üstündə yorur məni, məsələn, yarım saat danışır. Rəngkəs belə oldu, bəhmən ki, sonra oldu. Çox danışan bərbərlər var, heç dinləmək istəmirsən, heç danışmayan bərbərlər var. Gedirsən, sıxılırsan. Bir orta yol olmalıdır. Mən əgər ki, bu sahədə yəqin mənlə razılaşarsan. O da intellektdən gəlir. Usta bir şagirdi öyrədəndə mütləq şəkildə ona ünsiyyəti də öyrətməlidir. Çünki məsələn, deyək ki, 30 yaşında gənc adamla, 50 yaşında yaşlı, 55 yaşında yaşlı adamla eyni cür davrana bilməzsən. Mən səni bilirəm ki, sən hamı ilə uyğun tərzdə davranırsan. O çox yaxşıdır. Amma məsələn, bərbər var, mənim 40 yaşım var, gedirsən deyək ki, 25 yaşında bir bərbərin yanına, hə qardaş, otur qardaş. 40 yaşım var, mən Cəlil Cavanşirəm.
Demirəm, mənə müəllim denən, bəy denən, amma da qardaş oturub bu da olmur. bu artıq Dayı da desə acığına yerəksə ki, mən qocaldım. dayı da ola bilər. Amma əslində sən tanımadığın adamı dayı müraciət eləməməlisən. Ən azından yəni Azərbaycanda müraciət forması var da, müəllim, siz. Müştərini bu xidmət sahəsi, müştərini qarşılamaq və yola salmaq, xidmət göstərməyin tərbiyəsi olmalıdır. Bunu mən çox istəyirəm ki, bizdə çatışmayan şeylərdən əsas bu deyək. Sırf sizin sahənizdə bunu öyrətsin ustalar. Bizdə ümumiyyətcə iminli bu qarşılama və yola salma bu prosesi ki var, bu bizdə bütün sahələrdə demək olar ki, eynidir. Yəni axsıyır. Hə, bu restoranda da belədir, Hər yerdə axsıyır. İstər stomatoloqun yanına gəlsən eyni şeydir. Restorana gəlsən eyni şeydir. Bərbər yanına gəlsən eyni şeydir. Yəni bu xidmət sahəsi bizdə niyə axsıyır, mənə çatmır. Sən xidmət eləməyi sevmirik. O indi sən Ya o institut şeyin bizdə Asatürkün bir sözüdür. Hə. Ki mən bu millətə hər şey öyrətdim, xidmətdən Ya başlayıram. amma məsələn O da yanlış asa xidmətə gedirik də biz. Orada necədir xidmətin səviyyəsi? Çünki bu oradakı adamların hamısı təlim görüblər. Xidmət sektorunda bunlar NLP təlimləri keçiblər, master təlimləri keçiblər. Amma məsələn mən də bir media şirkəti olaraq xidmət sektoruyam da, SMM xidmət göstərirəm. Amma mənim işçilərim xidmət sektoruna aid, xidmətə aid, xidmət necə olunmalıdır, gülərüz olmalısan falan bu təlimi keçməyib. Bəlkə də bizim şirkətlərlə mən özüm düşünürəm ki, məsələn mən işçilərimi göndərim təlim keçsinlər ki, xidmətin etiketləri barəsində. O əslində sizin özünüzə çox yaxşıdır. Sizin özünüzə çox yaxşıdır. Bax, məsələn bu dəqiqə Azərbaycanda bir çox şirkət rəhbərləri var ki, və yaxud da ki, holding rəhbərləri var ki, onlar hazır kadr axtarırlar. Hazır kadrda heç vaxt sənin yanında çox qalmır. Daha yaxşı yerə çağırırlar, Daha yaxşı yerə çağırırlar, hə, daha yaxşı yerə gedəcək. Sən çalışmalısan ki, öz işçini və yaxud da ki, öz yanında olan adamı inkişaf elətdirəsən, təkmilləşdirəsən, onu hər hansısa bir treninqlərə göndərəsən, bir xaricə göndərəsən hansısa bir treninqə və yaxud da ki, ruslar повышение klassifikasiya deyirlər də, yəni sən ən azından bunu göndərəsən ora ki, bu sabahları sənə minnətdarlıq əlaməti olaraq sənin ən çətin günündə də sənin yanında olacaq. Çünki bunu dərk edəcək ki, bunu sən yetişdirmisən. Bunu bu səviyyəyə sən çatdırmısan. Bu fərqi yoxdur. HR olsun və yaxud da ki, hər hansısa bir servis menecer olsun. Mən özüm misal üçün restoranda servis menecer olmuşam da. Yəni çox yaxşı da restoranlardan birində mən başlamışam öz fəaliyyətimi və servis menecerliyimi. O restoran məsələn indi də Azərbaycanda fəaliyyət göstərir ki, hansı ki o restorandan bir çox mütəxəssislər çıxdı da. Onun içində menecerlər, zal menecerləri də oldu, servis menecerləri də oldu. Tam sommeliyelər də çıxdı oradan, yaxşı ofisiantlar da çıxdı. Hansı ki bu ofisiantlar bu dəqiqə ölkənin bir çox yaxşı yerlərində işləyirlər. Həm menecer, həm supervisor kimi. Onlar məsələn onu eləyirlər və onların da adı bu dəqiqə qulağa gələndə adam deyir ki, hə bu filan yer yaxşı yerdir. Niyə? Çünki ora yetişdirir. Xidmət daha yaxşıdır. Xidmət var orada. Ora məsələn elə belə adam da gəlmir. Gələn də bilir hara gəlir. Amma bizdə bir çox yerlərdə məsələn adam gedir, HR-a deyir ki, mənə tanıyan menecer tap. HR başlayır, gedir sayta, başlayır sayta menecer axtarmağa başlayır. Başlayır bir zəng eləmək ki, gəl nasabisiyə oynayaq, danışaq belə. Nə etmək olur? Sən öz işçini yetişdir. Öz işçini yetişdirməyəndən sonra sənin yəni heç bir o kollektivin içində sənə hörmət qalmayacaq. Çünki kollektivin içindən menecer yetişdirəndə cəmaət deyir ki, müdir yaxşı adamdır. Müdir çörək verən adamdır. Amma kollektivə sən qıraqdan adam gətirəndə o düz deyə bizdə belə bir məsələ var ki, deyir təzə müdir gələndə bütün köhnə işçilər işdən çıxardır ki, bunlarla işləmək olmur. Bu sistem də eyni sistemdir. Məsələn, içlərindən birin menecer eləmir ki, həmin o menecer sonra onlara söz keçirə bilməyəcək. Halbuki idarəçilikdən çox şey asılıdır. Yəni hər bir peşənin də özünə uyğun idarəçiliyi var. Sən məsələn tutalım da ofisiantlıqdan indi danışıram mən. Sən ofisiant kimi öz xidmətini yaxşı eləyə bilərsən. Tutalım sən özündən aşağı rankda olan ofisiant köməkçisinə deyək də, sən onun sözünü daha yaxşı çatdıra bilərsən və yaxud da ki, onun sözünü yeridə bilərsən.
Amma səndən yuxarıda olan supervisor var axı. O supervisor da sənə sözünü yer etməlidir. O supervisor da menecer söz yer etməlidir. Bu hamısı iyerarxiyadır. Azərbaycanda bu dəqiqə iyerarxiya biraz axsıyır. Xidmət məsələsində çox Axsıyır. İyerarxiya bizdə biraz axsıyır həqiqətən də. İstəyirəm biraz saça qulluqdan aşağı. Mən yadıma gəlir tələbəlik vaxtı o Phoenix kremlər var idi. İndi də var. Yaşıl. İndi də var, belə var. Qutuda. Məsələn mən saçımı həmişə ondan vururdum. Mənim saçım Parlayırlar. biz dururdu. Hə, o dövrdə qəbul olunurdu da. Yəni Brialin. hə. Hətta mən o şeydə baxdım o gün Namiq Qaraçıxırlının o Phoenix kremi vurub saçına belə düz Uzağa niyə gedirsiniz ki? Aşağı. Bəxtiyar kinosunda Rəşid Beybutovun saçı fon Brialindir. Parlayır. Par. İndi bax sonra mənə dedilər ki, bəs o saçı tökəcək falan belə qorxudan da vurmadım. Yəni istifadə eləmədim. Bax indi tozlar var, müəyyən toz vururlar. Laklar var. Bu elə dediyimiz kremlər var. Jelelər var. Düzdür, bu son dövrlərdə insanlar çox istifadə eləmirlər bundan. Saça ümumiyyətcə nə vurmaq olar? Məsələn, necə qulluq eləyə bilərik? Şampunlardan tutmuş bura qədər saça kənar hansı müdaxilələr fayda verə bilər və yaxud da zərər verə bilər? Ümumiyyətcə şampun alanda əgər saç problemli saçdırsa, ümumiyyətcə istər dəri olsun, saç dərisi olsun. Saç dərisi problemli saç dərisidirsə, trixoloqla məsləhətləşmək lazımdır şampunu. Bərbər o məsləhətə gəlməsi adam deyil. Bu tibbi şeydir. Bu tibbi şeydir. Mənim yanıma belə insanlar gələndə, belə suallar verəndə deyirəm, qardaş, get trixoloqun yanına. Bu mənə aid olan məsələ deyil. Mən sənə deyə bilərəm ki, saçımı necə ukladqa eləyim, saç düzümü eləyim sənin saçına. Və yaxud da ki, hansı lakdan istifadə edeyim ki, çöldə küləkdir, sənin saçın dağılmasın. Sənin dediyin tibbi şeydir, mənim ondan anlayışım yoxdur. Mən məsələn cəllə deyərəm, bahadura düşməz. Tutalım, və yaxud da ki, bahadura deyərəm, cəllə düşməz. Cəllin saçı tökülər. Onsuz da 3-4 dənə tük var başında. Tökülərdən bir şey qalmıyor. Hə. Yəni belə şeylər var ki, onlar sırf yəni həkimin yanına getməlisən. Yəni bu istər şampun olsun, istər saç baxımları olsun. Hə, saç baxımını tutalım maskadır. Əgər saçın tutalım yağlıdırsa, sən bir günlük onu aradan qaldırmaq istəyirsənsə, hansısa bir maskadan istifadə edə bilərsən təbii ki. Amma sən mütəmadi o maskadan istifadə edə, kökündən yəni sən o həll eləmək üçün sən həkim yanına getməlisən. Vapros Nikovniyə. Bəs kremlər, jelelər falan. Fərqi yoxdur. Saçma nə vurursan vur. Nə vurursan vur. Lak, wax, gel, adın nə qoyursan qoy. O sənin saçında 4, 5, 6 saat qalmalıdır. Ondan sonra o yuyulmalıdır saçlar. Niyə? Çünki saçdır, bunun dibi ətdir. Yəni bu ətdən çıxır da bu tük. Əgər saçla ətin arasında hansısa bir müdaxilə varsa, ət nəfəs almır. Dəri. Dəri nəfəs almayanda tük başlayır nazilənməyə. Saça qulluq olaya bilmir də, belə deyək dərim. Tük başlayır nazilənməyə, saçın tökülmə prosesini indi danışacağam. Tük başlayır nazilənməyə, nəticədə başlayır yağlanmağa. Ondan əvvəl başlayır kəpək, kəpəkdən sonra başlayır yağlanmağa. Cəmaət deyir ki, mənim başım kəpəkləndir, mən neyniyim? Məsələn, düzdür, mövsümü ola bilər. Sənin saçın, misal üçün, mövsümü kəpəklənmə ola bilər. O da havanın dəyişməyi, ekologiya filan. O Afaxan demişkən, ekologiya budur. Bizdə ekologiya bu dəqiqə sən deyən o deyil. Ondan kəpək, yağlanma, ondan sonra saç tökülür. Yəni, bütün bu prosesləri gözləyincə, əgər görürsən ki, sənin saçında kəpək var, git bir həkimə bir məsləhət al. Gör, nədir? Yəni, bu bərbərin işi deyil. Sənin başında nə proseslər gedir? Bir o aparatla baxsınlar, başı var. Bu son dönəmlərin trendi ilə bağlı istəyirəm sual verim. Bunu öz aramızda bir də danışmışdıq. Bu protez saçlar, yəni saç əkdirmək, pariklər. Bununla bağlı nə düşünürsən? Bir stilist kimi, bir bərbər kimi məsələn? Valla mən bir şey deyim. Protez saçlar bu dəqiqə başlayır 300-400 dollardan. Ona verdiyin pulu, onun üstünü düzəlt, get saç əkdir. Allah hamd olsun. Yəni ona xərc çəkməyə də. Hə, təbii. Bir sən nə üçün? Mən sənə bir dənə şey deyim də. Protez qoyduğun saçı var, başı var. 15 gündən sonra sən onu çıxartmalısan. İndi mən tamaşaçılar üçün həm də onun qiymətini deyəcəm.
15 gündən sonra onu çıxartmalısan və yaxud da ki, həftədə 2 həftədən bir 14 gün və yaxud da ki 8 gün, 10 gün baxır indi adamına. Baxır saçın dibinin yağlanmağına. Onu çıxartdın, onun xüsusi yerləri var ki, hansı ki getməlisən, orada onu eləməlisən. O insan onu çıxartdı sənin başından. Sənin başını yudu. Protez saçı da yudu. Onun yuyulması 35 manatdır. Yəni bunu yudu, təmizlədi, qurutdu, keçirtdi başına. Getdin. Sən bunu ayda ən azı 1-2 dəfə eləməlisən. Çünki saçın qırxılmış yer çıxır axı. Onu məcbur oradan çıxardırsan, onu qırxmalısan, yuymalısan, təzədən keçirməlisən. Həm də dəri də nəfəs alır. Yox, dəri nəfəs alır. Alır. Hə, qadın corabı kimi nazik bir corabın üstünə tikilir o. Amma ki, bütün bu şeylər olmalıdır. Ən azından bunun yəni maliyyə tərəfini fikirləşəndə ayda ən azı bir 70 manat, 100 manat sənin ancaq başına gedir. Xidmətə. Servisə. Yəni sən bu servisə bu qədər pul ayırınca bir il sıx özünü gözlə, bir il o pulu yığ, qardaşım. 100 manatdır da, ayda 100 manat qoy qırağa. İlə eləyir 1200 manat. Düzdür? Ancaq servisin pulunu deyirəm ha, hələ protezi salmamışam ortaya. Servis protez də eləyir 300 dollar, 400 dollar. Bu da eləyir adasa nə qədər pul eləyir? 600-700 manat eləyir də. 1200 də o 2000 manat. Gedirlər başqa tükürürlər. Bir ilin xərcindən getdi. Ümumiyyətlə əkilməz saç əkdirirlər. Onun yəni bu nə ölümdür axı. Hələ bir gəlsən bərbərə deyirsən ki, bunu burasın. Var müştərilərin var elə. Sonraki mərhələ necə olur? Mən elə ona da 30 lira bilmirəm şeyə. Həkimə niyə saçımı şeylə əkdin? O proses necə proses, saç əkdirmə prosesi? Saç əkdirmə bir 12-14 saatlıq prosesdir. O proses, ondan sonra qulluq, xidmət. Sənət yəni çətin olacaq 10 gün, 15 gün. Çətin olur. Çünki onun yatmağı var. Düzgün yatmalısan da. Çünki götürülən yerlər arxadan. Onlar təzə-təzə qanayır axı. Çünki düşün, nasillə çıxardır sonra. Təzə-təzə qanayır. Ona görə sənə belə bir yastıqlar var, aeroportda filanda verirlər və yaxud da ki özün alırsan. Keçirsən boynuna yatırsan ki boynun ağrımasın. Elə yastıqla yatırsan bir 10 gün, 15 gün. Ondan sonra o yara Yəni sonra xüsusi nəsə eləmək lazımdır. Heç nə, yox, heç nə. Sonra xüsusi heç nə lazım deyil. Prosta ona gərək xüsusi bir şampunları var ki, bir müddət xüsusi bir şampun ilə yuya bilərsən. Onun tökülmə ehtimalı yoxdur. Qətiyyən yoxdur. Yəni buradan hamıya da deyirəm ki, onun tökülmə ehtimalı yoxdur. Gəlirlər yanıma, usta, mən deyir saç əkdirsən, tökülə bilər o. Deyirəm ki, bir şeyi ki, sən tutalım da, cibə nasilni misal üçün pul qoyurlar. O pul çıxa bilər sənin cibindən. Deyir, yox. Deyirəm, salam da. Bu da onun kimi bir şeydir də. Nasillə o tükü soxurlar sənin başına da. Oradan bu neçə yaşa qədər uyğundur? Məsələn, 50-60 yaşında adam saç əkdirib effekt ala bilər. Aha, Leyla ol. Mən düşünmürəm. Mən düşünmürəm. Aha. İstəyirəm bu yavaş-yavaş yekunlaşdırmağa doğru bir stilistlər və bərbərlərin ümumi məşhurlarla bağlı fikrini öyrənim. Məsələn, bəyəndiyin, xoşuma gələn stili, obrazı, saç düzümü bizim məşhurlardan var mı arasında elə? Yoxsa belə hamısı belə qarma-qarma. Məsələn, deyək ki, efirdə olan müğənnilərimizin arasında 5 obraz deyə bilərsənmi ki, bu saçı da, geyimi də, tərzi də okey deyəlim, əladır. Şey müğənnilərdən. Fuay Qağayev geyimi ilə saç düzümü həmişə şıqdır. Abbas Bağırov. Bu insan yəni həmişə öz üzərində işləyib. İstər geyim baxımdan, istər saç baxımdan. Sonra Xəyyam Nisanov. Sonra kimi deyim? Nadir Qəhvazadə. Allah baxımlı olur demişəm. Baxır özünə. Sən səhnə elə bir şeydir ki, sən hər gün düzdür, səhnə adamının saçı hər gün hansısa bir müdaxilə ilə qarşılaşır, üz-üzə qalır. Səhnə adamının saçı tökülməyə daha tez meyllidir. Çünki hər gün fenlənməlidir bu saç. İstər bu qadında olsun, istər kişidə olsun. Hər gün fenlənməlidir, hər gün ukladqa olunmalıdır. Ona görə bir çox ustalar da fen suyundan istifadə eləmirlər. Buradan ustalara səslənirəm ki, əzizlərim,
fen suyundan istifadə edin. Bu əlinizin altındakı bədbaxt yazıqdır. Çünki 3 ildən, 2 ildən sonra o olacaq keçər. Nəticədə deyəcək ki, mənim saçım töküldü. Niyə? Çünki mən deyir, hər gün saçımı ukladqa edirdim. Öyle də sən hər saat ukladqa edir. Sənin əgər saçma fen suyu vurulmursa, sənin saçın əlbəttə töküləcək. Çünki fen suyu nədir? Fen suyu saçın o fenin istisindən, həm də ki, fen özü keyfiyyətli olmalıdır. Hə, o da önəmlidir. O çox önəmlidir. Yəni sən 20 manatlıq fenlə durub 200 manatlıq iş görmək istəyirsən, Burada fərq nədir? Məsələn, fəndə nə olur ki, fenin içində keramik olmalıdır. Aha. Fenin içi keramik olanda o saçı yandırmır. O saça zədə vermir. Dyson'dan işləyirəm, Dyson feni ilə. O çox dəbli olan... Dəbli olandır. Niyə dəbdədir? Çünki onun o içindəki o keramik cəhətlərə görə, onun o içindəki o gedən proseslərə görə, fəaliyyətinə görə o bahadır. Həm də ki, brenddir. Yəni, onun kimi bu dəqiqə fen düzdür var. Mənim məsələn maşınkalarımın bir firması var, hansı ki o da o fenden buraxır. O da məsələn o qiymətə yaxındır. Amma mən daha çox Dyson'ı seçdim. Niyə? Çünki cəmaət bu dəqiqə Dyson tanıyır. Hə, brend olur. Yəni. Dəbdə olan brend. Dəbdə olan brend. İlkin və siz dediysəm də image makerəm də mən, yəni həm geyim məsləhət görürəm insanlara ki, belə geyim. Bax bu Azərbaycanda bir şey var da, məsələn kişi geyimi olar, məsələn rəngli paltar geyinən məsələn kişilərə biraz da şey baxan regionlarımız var, məsələn. Şort geyinən mağazinə girir. Hə, şort. Siz necə yanaşırsınız bu mentaliteti nəzərə alırsınız ki, məsələn deyəndə. Məsələn mən əslim Şamaxıdandır da. Mən məsələn tutaq ki, çoxlu belə şey geyinib geçsəm rayona mənə daşa basarlar da. Yəni sabah da sizin yanınıza gəlmək istəyirəm, yeri gəlmişkən. Bilim işimi. Necə mentaliteti nəzərə alırsınızmı? Mentallıq hələ də qalır bizdə və o bir müddətdə qalacaq. Çünki bilirsiniz necədir? Rayon yaxınlarda Bəhram müəllim bir söz demişdi Bağzadə. Rayon cəmaatı ilə bağlı hamı düşdü onun üstünə. Əslində heç kəs də onu doğru düzgün başa düşmədi, qəbul eləmədi. Rayon insanı ola bilərsən. Bu qəbahət deyil. Amma sən əgər şəhərə gəlirsənsə, sən adaptasiya olmalısan şəhərə. Çünki rayon mədəniyyəti... Rayon deməyələ əyalət ümumi götürək də. Tək Azərbaycana aid bir şey deyil də. Əyalətdən paytaxta gəlirsənsə, paytaxtın öz yaşam standartları var. Yəni dünya dilində desək əyalətdir, bizim dildə desək rayondur. Hətta bizim mentalımızda. Ona görə mən deyirəm ki, rayondan Bakıya gəlirsənsə, sən adaptasiya olmalısan. Şəhər mədəniyyətinə sən məcbursan adaptasiya olmağa. Şübhəsiz. Məcbursan. Sən bu özünü həm avtobusda da göstərməlidir həmin o mədəniyyət. Həm növbədə də göstərməlidir, həm hər hansısa bir yerlərə getməkdə də göstərməlidir, həm küçədə də göstərməlidir, həm danışanda da göstərməlidir, səsin tonunda da onu göstərməlidir. Önəmlisi geyimdə də göstərməlidir və intellektdə də göstərməlidir. Göstərməlidir. Bilirsən, hər kəs özünü bir başqası kimi göstərə bilər. Məsələn, mən özümü, nə bilim, bir uğurlu bir iş adamı kimi göstərə bilərəm və yaxud da ki, mən özümü bandit kimi göstərə bilərəm. Amma mən özümü intellektual göstərə bilmərəm. Çünki bu olmalıdır. Çünki bu olmalıdır. Çünki sən bunun üzərində işləməlisən, intellektual olmağın üçün. İntellekt yeganə bir şeydir ki, sən bundan manipulyasiya edə bilmirsən cəmaatı. Sən geyiminlə manipulyasiya eləyə bilərsən, davranışınla manipulyasiya eləyə bilərsən, amma intellektual səviyyəyə gəlib çatanda insan artıq dirənir. Çünki nəsə olmalıdır. Yəni nəsə olmalıdır, sənin qabında nəsə olmalıdır. Bahadur, mən bir dənə söz üçün, mən onu özümü intellektual göstərirəm. Mənim o şeydən anlayışım yoxdursa, onu cavab qaytara bilməyəcəm. Mən o mövzu ətrafında söhbət eləyə bilməyəcəm. Bu belədir. Nəsə əlavə sualınız varsa, ya sizin əlavə demək. Mənim xüsusi bir sualım qalmayıb, amma İlkinin demək istədiyi, çünki adətən belə Biz sahəni çox yaxşı bilirik. Mütləq bir neçə tövsiyə olur, mütləq bir neçə fikir olur ki, onları istəyirəm. Mən ilk öncə təşəkkür edirəm dəvətiniz üçün hər ikimizə.
çox təşəkkür edirəm həm də. Çünki siz mənim həm tanıdığım simalasınız. Üstəgəl də ki, sizin bu layihənin daha da uğurlu olmağını arzulayıram. Təşəkkürlər. Buradan həmkarlarıma da demək istəyirəm ki, biraz həmrəy olsunlar. Bir-birlərinin paxıllığını çəkməkdənsə, əksinə bir-birlərini kömək eləsinlər. Kiminsə hansısa bir sahədə məsələn çatışmazlığı varsa, o çatışmazlığı aradan qaldırmaq üçün dəstək olaq, kömək eləyək. Məsələn, kimsə tutalım xeyri yaxşı eləyə bilmirsə, onun üçün kömək olsun da kimsə. Kimsə çıxsın qabağa bir kömək eləsin. Yoxsa ki, elə deyəsən ki, sən beləsən, sən eləsən, o ilə iş getmir. İlkin bəy, son olaraq bir şey də soruşum. Bax, siz özünüzə stil istəyirsiniz, amma o digər o saç qırxanlara bərbər deyirsiniz də. Məsələn, bizdə də jurnalistikada var. Məsələn, adama müxbir deyəndə çox belə şey olur ki, müxbir, amma redaktor deyəndə biraz qoltuğu şişir ki, mən redaktoram da. Amma ikisi də məsələsin hə olur. Məsələn, amma əslində dünya praktikasında daha samballı. Müxbir daha samballıdır da. Yəni müxbir daha bizdə müxbir daha samballıdır dünya praktikasında. Bizdə amma Azərbaycanda redaktor deyəndə adam özünü daha samballı hesab edir. Siz niyə özünüzə o bərbər sözünü yaraşdırmırsınız da bir belə bir müddətdən sonra? Yəni sizə bərbər desələr acığınız gəlir. Yox. Gəlməz, amma mən o pilləni keçmişəm axı. Nə bərbərliyin üstünə nətər keçmisiniz? Yəni stilist olmaqla keçmisiniz də. Necə keçirsən onu? Onu da yenə də özü puxtələşdirməklə, təkmilləşdirməklə, sən hansısa bir nəyisə öyrənməklə, misal üçün rəngləri bilməklə, adicə koloristikanı bilməklə, tutalım saç rənglənməsini bilməklə, bunu saçı rəngləyə bilirsənsə, sən artıq bərbər deyilsən. Məsələn, Rusiyanın özündə bərbər var, bərbər pro var, bərbər plus var, bərbər nə var. Bunlar hamısı barber gedirlər, tutalım. Bizdə ancaq bərbərdir. Amma onlarda bu bölünür. Təbii ki, bölündüyünə görə də bunların qiymətləri də fərqlidir. Məsələn, sən adicə tutalım, gündəlik gəlib gedən yerlər var ki, orada məsələn bərbər oturmur da, ancaq işləyir. Yəni 15 dəqiqə, 20 dəqiqə saç kəsir, başa düşdün? Və bir gündə bu tutalım 15 nəfərin də saçını kəsə bilər, 20 nəfərin də saçını kəsə bilər. Yəni birbaş 10 dəqiqə, 15 dəqiqə maksimumda vaxt tapar. Çevik xidmət. Hə. Orada sən keyfiyyət gözləmə. Yəni orada qırxılan saçın qiyməti 5-10 manatdır. Başa düşdün? Amma sən tutalım daha səviyyəli yerə getsən, orada məsələn iş 5-6 nəfər müştəridir. Sən onun üstündə 1 saat işləyirsən və ortaya da çox qəşəng də bir nəticə çıxardırsan. Amma pul da yaxşıdır. Müştəri də məmnun qalır özünü gördüyünüz. Özü də, hə, yəni. Belə təşəkkür edirik. Mən sizə təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Sahədə də xeyli məlumatlar əldə elədik. Ümid edirəm ki, tamaşaçılar üçün də maraqlı məlumatlar oldu. Belə dostlar, videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Eyni zamanda hər hansı bir sualınız varsa şərhə yazın. İlkin bəy özü yəqin ki, girib cavablandırır. Sağ olun, təşəkkür edirəm, sağ olun.